Salam dostlar, amortizasiyanın hesablanmasının növbəti yolunu öyrənəcəyik bu dərsimizdə. Deməli, biz amortizasiyanı hesablayanda, SLM metodu ilə hesablayanda bəlli bir belə deyək də, amortizasiya məbləği oldu, o illər üzrə bölündü və hər dəfə ilkin dəyərdən həmin məbləğ çıxıldı. İndi bizə lazımdır ki, önəməni o şəkildə hesablayaq ki, aktivin ilkin dəyərinin müəyyən faizini köhnəlmə olaraq verək. Yəni, baxın, fərz edək ki, 10% mən köhnəlmə verirəmsə, 50.000-in 10% olacaq 5.000 köhnəlmə, qalacaq 45.000. Daha 45.000-də 5.000 köhnəlməsi olacaq, məsələn, 4.500. Onda burada 40.000 deyir, 40.500 şəklində köhnəlmə olmuş olacaq. Biz bunu DB metodu ilə necə eləyəcəyik? O haqda informasiyaya baxaq. Deməli, bizə lazımdır ki, amortizasiya faizini müəyyən edək. Yəni, amortizasiya faizi nə cür hesablanırsa, ilk növbədə ona baxmalıyıq. Bunun üçün gələcəyik, yazıram, bərabərdir. Deməli, 5.000 bölünsün 50.000. Bununla biz 5.000-in 50.000-də olan payını tapdıq. Gəlin, bunu mütərizəyə alaq. Və bunun üstü, üzr istəyirəm. Deməli, mütərizədə yazaq. 1 bölünsün həyat müddəti, yəni istifadəyə yararlı olan müddət. Və bununla da biz müəyyən bir faiz tapacağıq, sonra onu da belə deyək də, baxın, bunu da ümumi mütərizəyə alıb birdən onu çıxacağıq. Bununla da biz müəyyən bir faiz tapmış olduq. Bu şəkildə 21%. Yəni biz amortizasiyamızı, yəni aktivimizi 50.000-dən 5.000-ə düşürmək üçün, yəni ilkin dəyərimiz 50.000-dir, satış dəyərimiz 5.000-dir, 10 il müddətində bu proses baş verəcək. Hər il bunu mütəmadi olaraq 21% aşağı salmalıyıq. Burada periodda yazaq, ona kimi davam eləsin. Fill series liner olsun, okey olsun. Deməli, 10 il müddətinə bu belə deyək də, ilkin dəyəri köhnəlməyə məruz edəcək. Yazacam, bərabərdir. Bu vuraq 21%. Və qalıq dəyəri də bundan çıxacaq. Eyni qayda ilə, yəni daha əvvəl SLM metodundakı kimi eləyəcəm. Turam aşağı doğru çəkirəm hər birini. Bunu da həmçinin. Bunu da həmçinin. Üzr istəyirəm, baxaq. Bu C4-ü biz sabitləyək ki, aşağı doğru çəkəndə növbəti xanaya getməsin. Baxın, proses necə baş verdi? 50.000-dən amortizasiya hesablandı. Ta 5.000-ə kimi bu proses davam eləməyə başladı. Deməli, baxın, belə bir uzun bir funksiya yazdıq. Biz bu funksiyanı DB ilə əvəz eləmiş ola bilərik. Yəni, baxın, buradakı həm amortizasiya faizini hesabladıq periodlara uyğun olaraq və əsas məbləği də o periodlara vurmuş olduq. İndi gəlin, bu hissəni kopya edirəm aşağı, paste edirəm. Yəni elə bu hissəni copy paste edək. Bu şəkildə. Bu şəkildə təmizlədim. Deyək ki, bizim ilkin aktivimizin ilkin dəyəri 50.000 manatdır. Köhnəlmə dəyərini daha amortizasiya faizini belə bu şəkildə hesablamayacağım. Birbaşa yazıram, bərabərdir DB. Cost 50.000 ötürəməni ilkin dəyəri 50.000-dir. Gəlin, bu hissəni də dollarda yazaq. Satış dəyəri 5.000 olacaq və 10 il müddətində. Növbəti bizdən period istəyir, yəni hansı periodda bu proses baş verdiyini daxil eləməliyik. Burada indekslər vermişəm. Və bizə qaytardı ki, birinci ildə ilkin dəyəri 50.000 olarsa 10.300 köhnəlmə baş verməlidir. İndi qalıq dəyərini tapsam, bir-birindən fərqini tapacam. Gəlin, bu şəkildə yazaq. Baxaq, görək ki, həmin nəticə alınırmı? Deməli, C14-ü
sabitlədik. Yəni C15-i də sabitləyək. C16-nı da sadəcə A15-dən asılı olaraq referens olsun. Aşağı doğru çəkirəm. Hissəni aşağı doğru çəkirəm. Baxın, eyni prosesdə burada 50.000-dən farklı 5.000-ə doğru proses getmiş oldu. Deməli, bununla da biz DB funksiyası ilə aktivlərin köklənməsini həyata keçirmiş olduq. Bu dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək hələlik.